xoş gördük. Saz Söz Məclisinə bugün günümüzün ustad aşıqlarını çağırmışıq. Elə aşıqlardır ki, bunların barmaqları da ustad barmaqlarıdır. Səsləri də, ifa tərzləri də, dastanından tutmuş ta mahnının çatdırmağa qədər görəcəksiniz ki, əsl ustad aşıqlar buradadır. Zaman zaman onları sırasıyla çağıracağıq. İlk olaraq istəyirəm ustad aşığımız, əməkdar mədəniyyət işçisi, çox dəyərli aşığımız Cabbar Laçınlını salamlayaq. Yaşın 75-indədir. Mübarəkdir yaşın 75-i və yaşın 75-inin o tərəfi də çox əlamətdardır ki, illər boyu özünün müxtəlif yubileylərini Taxta Körpüdə, Laçından uzaqda qeyd edən və Niskil içində olan aşıq bugün çox qürurla Laçının içərisindədir, özündədir. Laçın nəfəsindən yaşayır və Laçının nəfəsini də bizim meydanımıza gətirib. Ustad dedi ki, mən illər öncəsi burada həqiqətən elə oldu. Bir dastan danışdım, Girov sazın dastanı. O sazı gedib gətirmişəm, saz qoltuğumda sinəsində görəcəksiniz. O sazı bir gözəl göstər qoy görsünlər ki, Girovluqdan gələn saz budur. Ustad bu sazı belə deyək ki, çox böyük əziyyətlərlə, böyük zəhmətlə gedib düşmənin əlindən götürüb, gətirib və yenidən sinəsində yazır. Amma bugün saz azad şəkildə azad Şuşaya qayıdıb və orada öz səsini, sədasını ucaldır. Mən istəyirəm ki, ustadın özü də elə istəyir ki, o sazın gəlməsinə bağlı əhvalatı bir təqdim eləsin yaşın 75-də. Ondan sonra da məclisimizin davamı Laçında olacaq. Laçında gedib ustadın 75 yaşını birlikdə qeyd eləyəcək, elə bu sazla birlikdə. Bismillah elə ustad, meydan sənindir. Dəvətə görə sizə ASTV-nin rəhbərinə özlərim təşəkkürümü bildirirəm. Biz yaşda olan insanları siz qədrşünaslıqla ki, dəvət edirsiniz, Allah sizə uzun ömür, can sağlığı Var versin. ol ustad. Deyir, ustad namə ilə başlayır. Zaman keçir, qərinələr dolanır, ömürdən günləri ay ata-ata. Kiminisini salır min bir bəlaya, gəh daşqın sellərə ay ata-ata. Hamıya əzizdir, ana yaxşıdır. Övlad əsil ola, ana yaxşıdır. Düşə xoş sada, ana yaxşıdır. Yaradan mindirər, ay ata-ata. Nə tapacaq Cabbar tələ düzəldən, hər nə tapsan, tapacaqsan düzəldən. At pisliyi, yaxşılığı düz elə əldən, ol cinan bəşərə, ay ata-ata. Demək, 1992-ci ildə Laçın rayonunun Ağbulaq kəndi də Laçın rayonunun digər kəndləri kimi işğala maruz qaldı. Həm girov düşənlər oldu, insanlar param-paran oldu. Daş kəsən Respublikanın bütün rayonlarına hərəsi bir tərəfə sığındı. Biz də daş kəsənə sığınmışdıq. Orada bizim heç bir yatıb duracaq, nə qədər var, dövlət vardı, hamısı kənddən qalmış idi. Ancaq quru canımızı götürüb çıxmışdıq. Mən də qayıtmışdım ki, bir maşın gətirib, güya evlərimizi aparacağıq, Akara yolu bağlandı. Deyirsən, saydığın qoy dursun, görfələklə sakin. Mayın 17-sində yol bağlanandan sonra ata, ana, bacı, qardaş qaldı Laçının ən ucqar kəndində, mən qaldım Füzuli rayonunun ərazisində. Nəhayət, gedib tapışdıq, onlar da sağ-salamat gəlib çıxdılar, ancaq yaxın adamlarımızdan 4 nəfər girov düşdü. Tapışandan sonra heç var, dövlət, heç nə mənə təsiri olmadı. Ancaq bu sazın erməninin əlində qalması, girov düşməsi elə biləcəyim gündüzüm yoxdur. Çox fikirli gedib Alamal yaylağında belimi bir qayaya söyküyüb, çox fikir eləyirdim ki, o saz erməni götürüb, aparıb öz səhnələrindən çıxış eləyəcək. Bax, Koroğlu o sazlarla meydanlar söyləyib. Biz bu sazı neynəyək ki, öz canımız, qanımız bahasını əldə eləyək. Onun dalınca getmək lazım. Bunda Kəlbəcər alınmamış idi, imkan var idi. Yuxuda gördüm bir nurani kişi gəldi, başında ağamamı. Dedi ki, mən o sazı sənə vermişdim. Ki, sən o sazı orada qoymayasan. Sən nəyə görə o sazı qoymuşsan? Qorxma, arxında durmuşam. Heç bir qorxusu yoxdur.
Get sazını getir. Ben bu yuxunu danışmadım ayrı adamlara. Baktım ki gözümü açtım ki belimi qaya sökəmişəm. Heç kim yoktu. Nurani kişi göze görünmür. Adice yoxudur. Gelip qohum əqrabədən da götürdüm 4 nəfər kardeşim, qaynım, mamam oğlu Niyazalını da götürdük. Atlandıq Kəlbəcərlə geldik çıxdıq Laçının ərazisinə. Atam çıxartdı bir məktub verdi mənə. Kaş benim atam bugün Azerbaycan'ın galip ölkənin kudretli ordusunun bu cesaretini göreydi. O torpaqların alınmasını göreydi. Mektubu çıkarttı verdi. Dedi gedirsiz ben Kocayam. Ağım tutsaydım ben de sizinle gelirdim. Götür bu mektubu. O arzuladığım yerleri bir ziyaret eyle. Götürsün görey. Dedim bir mektubu aç gör. Ne yazıptı? Götürsün yanığı keremiyle. Göreyim mektupta ne yazıp, biz ne deyirik, eşidenler sağ olsun. Qocalmışam dizim düşüb taqətdən, dolan o dağları gəzmən əvəzdən. Əyil sinə daşı öp baş daşlar, qoy çatsın ruhlara söz mən əvəzdən. Çıxan kimi müxtəşənin başına, diqqət eylə qulaylının qaşına, sağda həsrət həsrət qatar daşınan, qoy baxsın doyunca göz mən əvəzdə. Qarşınızda qaranlığın dərəsi, başı üstə şimşəklərin nərəsi. Sağ solunda neçə parası, qalanı vodlara dözmən əvəzdən. Yedübölük binəmizin var damı, İldirim su, hayatımın kurbanı. Sağ olsunlar Girov sazın dastanı, götür öz elinle düzmən əvəzdən. Yaz köşəyin qarağatın barından, qaya cığırının yığınaq tarından, ərməzin dənələnmiş qarından götür ovcunu az mən əvəzdən. Bunu da birini oxuyun görək yanıq kərəminə. Kartallar oylaq yey kuzey qayası, kartallar oylaq yey kuzey qayası, şanın binəsinə qiblə qayası. Burunlarla güleylərin mayasın, Belə gətirəyi tarixin yaz mən əvəzdəyi. O dağa yol gedirmiyor dağa. Deməlasın ey kəşifdi dözəmmərəm o dağa. Ağ tili, dih yurdu, yastı bulağı, Ağ baba, bacı yur, kaşın oylağı. Birazca soruşdum pirin yaylağı, yetir salamımı tez mən əvəzdəm. Qasımam and verdim çörəyə duzuna, devin mağarında bir baxın buza. Adalarda cizirkəni yarpıza, oxala səpkindən tuz mən əvəzdən. Biz kəndin ətrafına çatanda, 3 istiqamətdə nəzərdə tutduq ki, bir adam bizi yad el ki, o işğalçılardan ələ keçməmək üçün bizi gözləyəcək. Bir nəfər içəri girib sazı götürməlidir. Əgər saz
evdədirsə. O biri yoldaşlar da kənardakı ucqar yerlərdə yenə də bizim təhlükəsizliyimi təmin eləyəcək. Mən yaxınlaşdım, onda baxdım ki, saz divardan asılıdır. Özü də may ayının axırlarında ermənilər gedib mənim evimə düşəndə avtomatın qundağı ilə pəncərəni vurub, qırıb içəri girdiyini mənim daim əlvən kişi olubdur. Çünki o girov düşən insanlarımız vardı. Onları axtarışı üçün kəndə gedənlər, daş kəsəndən getmişlər ki, onlar yaralı olar, gəlib evə çıxarlar. O məqsədə getmişdilər, baxarlar ki, 2 dənə vay formada ermənin beteri durur, gəldi, girdi bizim evimizə, həman bu saz olduğu evə. Pəncərəni vurub, qırıb, düşdülər 15 dəqiqə, içəridə qaldılar, çıxdılar. Saza belə baxdım, qorxudan mən evə girəm, öz evimə girə bilmirəm. Dedim, mən özüm öz sazımı götürəcəm, onlar mərdməzarçılıq. Hərənizin bir neçə uşağı var, külfəti var. Çox da mən sizi gətirmişəm, səbəbkar mənim. Ancaq bir şeyə ümidim gəldi ki, o yuxuda gördüğüm kişi mənə dedi ki, qorxma. Bu mənə o qədər stimul, güc verdi ki, arxayın, qorxmadan yeridim, sazı götürdüm, öpdüm, çıxdım bayra. Çıxdım bayra, dedilər ki, şükür bu gününə. Bu sazla göz yaşı bir-birinə qarışdı. Elə bir dəhşətli mənzərə əmələ gəldi ki, onu götürüb, biz bu sazla, qardaşımla orada dedik. Onu mən sizə çatırım. Bəli, qardaşım götürdü, bu halətə görə, bu vəziyyətə görə göz yaşları ilə gör nə deyir. Deyir, bu millətə elə hiylə qurulub, heç kim tapa bilmir közümü qardaş. Vətən dərdi yaman əyib qəddimi. Ağlamaq kör edib gözümü qardaş. Götürüb girov sazla gör, mən nə cavab verirəm. Belə deyir, girəbəmiyə yaman aldın əlində, gəl qırma ağzında sözün qardaş neyini. Ağlarım ey bayatıma qarışır. Belə sən birindədir, mən yüzün qardaş ölürəm. Gəl ey! Girəbəmi yaman aldın əlində, gəl kəsmə ağzımda sözümü qardaş. Ağıllarım bayatıma qarışıb. Sən eşit, mən deyim yüzünü qardaş. Babəkimin Koroğlunun qeyrəti millətinə qazandırdı hürməti. Deyirəm ki, mən buna bir cavab verin. Vafalı dağlarım gözümdə qalıb. Divardan asılan sazımda qalıb. Hələ deyilməmiş sözümdə qazır, təzəndə gəzirəm izimi qardaş. Yeznəmiz var idi, gəldi ki, bu aşığılıq meydanı deyil, bizi qırdıracaqsınız. Gəlin burada bu aralaşaq, gedək o meşələrdə, o yəsiz dağlarda ürəyinizdə nə var, hamısını boşaldı. Dedik, yox da, bu sözü yarım çıxıb olmaz da. Burada bizim qanımızı töysələr də biz sözümüzü deməliyik. Götürür orada, görün. Əziz deyər, necə durmalım, qürbətdə yaşayım qanı qaralı. 100 həmdəm gəlsə də əli çaralar döndərə bilmərəm izimi qardaş. Bizim o evdə arxasında pir var idi. Böyük bir qaya həmişə aparıb orada daşlarda qurban kəsirdilər, uşağın başını dolandırırdılar, ocaqdır. Götürsün, gör necə deyir. Yer cabbarım ey gəlmişəm alalə pir ocağıma, sizdə şahid olun sır ocağıma neyini.
Odları qalanmış gür ocağıma. Atacağım üstüne özüm qardaş neyim. Gel Cabbarım gelmişem pir ocağıma. Siz de şahit olun sir ocağıma. Odları kalanmış kür ocağıma. Üstüne atacağım özüm kardeş. Deyip aralaştık geldi. Nihayet gelip çıktık. Sazı da götürdük. Dastan uzundu. İndi keçə əsas mətləbə. Mən bütün şəhidlərin qarşısında, onların Azərbaycanın qarşısında mən baş əyirəm. Hamısına, qazilərimizə can sağlığı, Ali Baş Komandanımıza eşq olsun. İndi getməli Laçını. Mən onda necə gəlmişdim? Dadasan o hissəsini indi də burada belə danışaq ki, indi də mən Laçını gedib görmüşəm. İndi götürüb bir dua qapı ilə biz bu dastanı indi bu torpaqların alınması ilə əlaqədar birin deyə siz də eşidin. Qürbətdən dağlanıb sinəm, doğma yurdum ana Laçın. Torpağından güc almışam, dönmüşəm aslana Laçın. Həqiqəti yazıram ki, yayılsın Turana Laçın, yayılsın Turana Laçın. Ziyarət etdim Şuşanı, qulaq astım xana Laçın. Qulaq astım ay xanalar üçün ay. Ali Baş Komandan əmr etdi, ovdumuz gövlan eylədi, tutdular topa tüfəncə, qanına qaltan eylədi. Leşin üstə leş qalandı, qaçıb dünyaya bəyan eylədi. Var olun, təşəkkür edirəm ustad. Deyim ki, həqiqətən niskilli bir dastandır. Amma sonda müxəmməslə məlum olur ki, torpaqlarımız qayıdıb, torpaqlarımızla ana bala kimi qucaqlaşmışıq və ustadımızın 75 illiyin içində bundan mübarək bir təltif yoxdur ki, öz torpağına qovuşmuş olur. Vaxtı ilə 2017-ci ildə mən sifariş elədim, mənim istəyimlə siz bu dastanı hazırladınız. Girov sazın dastanını. Onda da çap olundu, biraz sonra da çap olundu. O vaxt bu niskil idi. Bugün isə Laçınımız bizim üçün bir qürur mənbəyidir. Mərd oğullarımız, ər oğullarımız, aslan ordumuz torpaqlarımızı qaytarıb və bizim aşığımız da özünün sazınla, sözünlə, sevinç hissi ilə torpağımıza qayıdıbdır. Bu kitabı da həqiqətən biz bugün yaxın zamanlarda çap elədiyimiz Aşıqlar Birliyinin Aşıq Dastanları kitabını daxil eləmişik və onu da sizə ərməğan eləyəcəyik. Gözəl günlər arzuluyoruz. Bundan sonrasına gələn yubileylər 80, 85, 90 illik yubileylər Laçında qeyd olunsun. Laçınımızın nəfəsi bundan sonra illər və 10 illər boyu sizi yaşadacaq. Sizə gözəl günlər arzuluyoruz. Var olasınız. Sağ olun Məhrəm müəllim. Həqiqi o dastan siz olmasaydınız mən deyirəm ki, bütün hamı bilsin. İndi ortalıqda yoxdur. Çox da sinəmdə var. Məni məcbur eləyən, məni dinləyəndən sonra dedi ki, insan ömrü böyünsə var, sər yoxdur. Bu niyaz, bu tarixdir. Orada nə qədər yer adları var. Dastan çox uzundur. Onu burada danışmağa vaxt yoxdur. Mən epizodları mən burada göstərdim. Dastan tamamilə çox mükəmməl bir dastandır. O sizin sayənizdə. Var olun. Biz unutmayacağıq. Siz yaratmışsınız. Çünki siz o dastanın ərsiyə gəlməsinə çox böyük əməyiniz olur. Çox təşəkkür edirəm. Var olun. Gəldik verilişimizin ikinci bölümünə. İkinci bölüm böyük bir nəsil ocağının, sənət ocağının, sənət nəsli ocağının ünvanına yönəlibdir. Şəmistan Oğullar Ocağı. Şəmistan Oğullar Ocağı Qazaxda Azərbaycanın həmin bölgəsində çox tanınmış bir ocaqdır. Aşıq Şəmistan böyük ustad olub. O ümumiyyətlə nəsil şəcərəsinə görə özündən qabaqki böyük ustadlar
ənənəsini qoruyub yaşadıbsa və özünün ailəsi, oğulları və qızları zaman içərisində Gəncəbasarda çox tanınmış ifaçıları olublar. Bugün onun böyük oğlu Həsən İncəli dünyasını dəyişdiyi üçün yoxdur, ruhu şad olsun. Böyük sənətkar idi. Onun barmaqlarının misli bərabəri yox idi. Saz məndliyinin misli bərabəri yox idi. Saz müəllimliyi də çox əvəzsiz idi. Onlarla aşığı sənət aləminə Həsən gətiribdi. Amma o biri qardaşı Hüseyin buradadır. Hüseyin Şəmistanoğlu sazınla gəlib. Biraz sonra bacımız da gələcək, Kifayət Şəmistan qızı. Onların belə deyək ki, ustad dərsini dinləyəcəyik. Bu Kifayət xanımın yaşını deməzlər, amma yaş elə qardaşımız 65 yaşında da olub, bundan bir 5 yaş böyükdür. Belə düşünək ki, hər ikisinin yubiley yaşlarıdır. Ürəkdən təbrik eləyirik. Qoy sənət dərslərini, ustad dərslərini bugün təqdim eləsinlər. Verilişimizin bu hissəsinin ilk addımını Hüseyin qardaşımız bir ustadnamə ilə başlasın, sonra bir təzris havasına keçəcək. Buyur ustad. Görürsənmi bu torpaqda neçə-neçə can yatır. Varlı varsız, yaxşı yaman hər cürə insan yatır. Vuran, tutan, asan kəsən, heç kəsə baş əyməyən, at minif qılınc oynadan neçə pəhlivan yatır. Ey insan, kəs asta yer ayaqlam o canı. Nə bilirsən, nə karadı xalq qəhrəmanı. O yazıq da çox dolandı bu yalancı dünyanı. Bəlkə nakam ölübdür, güzləri gizlən yatır. Bir fəhim qıl diqqət eylə orada yatanlara bax. Yalnız gözdə namusunu, nə dövlətə, vara bax. Bacar heç kəs incitmə, qadir qəxxara bax. Öləndə desinlər, hayf, 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 nə gözəl insan yatır. Belə səhər ailələ əzmi gülşən eylədim, qəmməni çulğadı yay hayif hayif. Aşıq deyər ay hayif, kimlər oldu yay hayif, sənlə mən sevişdim ayrı düşdüm ay hayif hayif. Bağban olub bağ bəslədim kifayda, dərmədim güllərini ay hayif, hay vay hayif canım ay hayif hay vey. Sərrafın dəstində yaylələ nə dana gördüm, mürğü dəhanında nə dana gördüm. Aşıq nə dana gördüm, xalın nə dana gördüm, külək tərlən şoldaxın nə dana gördüm. Aya gövhəri verdilər, nadan gördüm, bilmədim qiymətini ay hayf, hay vay hayf canım ay hayf hay vay. Dərsini yaylələ, çıxdım yasına, igid olan ixlas bağlar yasına. Aşıq deyər yasına, namərd boynu yasına, nanəcibə söz demə, axır yayın diyə yasına. Ay Qasım ölər, hamı gələr yasına, eşidənlər deyər ay hayf,
Hay vay hayıf canım ay hayıf hay vey. Maşallah Ustad Yasin 65-də əsl belə ustad nəfəsindən çalıb Çox sağ oxudun. olun, müəllim, Və onu da canınız. deyim ki, sizin dədə babadan, Aşıq Şəmistdandan onun böyük ustadı olub, Aşıq Əhməd, yəni nəsillikcə çox böyük ustadlar ənənəsindən gəlirsiniz. Səsinizdəki o dədə baba yolu, ustadlıq yolu hər an görünür, barmaqlara da söz ola bilmez. Çünki Şəmistan oğullar ocağı barmağınla da məşhurdur. Qazax mahalında, Borçalı mahalında sizi barmaqlarınla da elə Həsən İncəlini də, yəni qardaşınızı da elə tanıyıblar, var olasınız. Mən bayaq da dedim, Şəmistan oğullar ocağından çox nəhəng ifaçılar çıxıblar. Onları xatırladım. Onlardan biri də xanım aşığımızdır. Kifayət xanım. Kifayət xanım Şəmistan qızı həqiqətən 70-ci, 80-ci illərdə Azərbaycan televiziyasında Ozan verilişində çox sıx-sıx görünən və klassik yolları çox, belə deyək ki, ustad bir nəfəsinlə çatdıran aşıq kimi yadda qalıbdır. Bugün qardaşınla birlikdə buradadır. Bir Koroğlu dueti üstündə gedəcəklər. Çünki ata-babadan onlar bu ənəniyə kökləniblər. Üzdə bir Koroğlu duetini təqdim eləsinlər. Başı qarlı aydalı dağ, başı qarlı aydalı dağ, çox sevirəm nədən səni, çox sevirəm nədən səni, nədən səni, nədən səni. Axşam sabah qucaqlayır, axşam sabah qucaqlayır, duman səni, yaşan səni, duman səni, yaşan səni, yaşan səni, yaşan səni. Bulaqlar nəğmə çalır, bulaqlar nəğmə çalır, duyan ürək ilham olur, duyan ürək ilham olur, ilham olur. Saatlarla seyrə dağılır, saatlarla seyrə dağılır. Gələn səni, gedən səni, gələn səni, gedən səni, gedən səni, gedən səni. Sevdalı baş yorğuna yax, sevdalı baş yorğuna yax, ömür keçsin qoy bu sayaq, qoy bu sayaq. Ayrılsaq da unutmayaq, ayrılsaq da unutmayaq. Nə sən məni, nə mən səni, nə sən məni, nə mən səni, nə mən səni, nə mən səni, dərdi qalım.
çox təşəkkür edirik. Həqiqətən ustad nəfəsini dinlədik və bu mənada istəyirəm ki, sizin ocaqdan, sənət ocağından həm Şəmstan kişinin, həm də onun o rəhmətli oğlu Həsənin şeirləri də səsləndi. Ayrı-ayrı havalarda, ayrı-ayrı havalar altında təqdim olunacaq. İstəyirəm bu yerdə orta sarı telin üstündə Şəmstan kişinin bir şeirini təqdim eləsin Hüseyn qardaşımız Meydan Aşığımızın. Belə yaxşı qohum ay yaqraba Qərş ayaqda dardasına Aman aman ay aman aman ay tel ceyran Ay qardaşın ilahi dostum Namus qeyrət ardasına Bala bala yoy bala bala Ay qadan alem qadan alem qadan alem Ha belə məhəbbətlə yay sədaqəti Şah cəlalı şan şöhrəti Aman aman ay aman aman ay tel ceyran Ay abır həyar İsmət'i Güzül qarlı yardasına Yardasına yol yardasına Ay yardasına ay qadan alem Şamsıdanın ay bilgemesi Yersiz öldü koymesi Yeri ceylana yeri tarlana qadan ali Ay muhalletle Kəskəsi Xəyanətdə tordasına Xəyanətdə tordasına Yaman yaman tel ceylana qadan alem qadan alem
Var ol ustad. Həqiqətən o sənət ocağına layiq bir ifaçısınız. Həm barmaqlarınız gözəldir, həm səsiniz və səsinizdəki kolorit. Bilmək istəyirəm, o sinənizdəki saz kimindir? Saz Mərim müəllim, Həsən müəllimin Qardaşının, Bəli. rəhmətlik Bəli, qardaşının. bəli. 2009-cu ildə Aşıq Abidinin yubileyində burada mənə hədiyyə eləyib. Qaymaqlı Aşıq Bəli, Abidinin. bəli. Amma saz da gözəl sazdır. Bəli. Ruhu şad olsun. Sənə Çox də sağ yaraşan bir sazdır və bu Canınız sağ mənada bu sazı sən çalıb ifa eləyəndə gördüm ki, həqiqətən sazbənd elə belə sazbənd olmur. Ustad Bəli. bir sazbəndi barmaqlarından Həsən çıxıbdır. müəllimin sazlarından çox var. Bütün ustadlarımızda var. Saz çalarlarda. Özünün də şəhidlərində var. Pusat Sahil Laçınlıda da var. Sonra Elxan Cəlilovda da var Həsən müəllimin sazı. Hamısı Şəhriyarda da var. Aha. Şəhriyar Laçında Laçınlıda Həsən da. müəllimin şəhəridir. Aha. Yəni bütün Onlarla şagirdi Nəsib Nüsrət oldu. İndi mən tanıdıqlarımdır. Doğrudur, doğrudur. Çox maşallah bu saat hamısı meydangir. Ona görə ocaqsınız Bəli. da siz maşallah. Bəli, biz- Ocaq olmağın səbəbi var. Var olun, Bəli, təşəkkür atamız edirəm. Var olun. And olsun Allaha. Biz havanı çalanda Mərim müəllim. Artıq bir dənə gül vuranda atam deyir də bala. O havanın o gülüdür. Onu qatmayın. Bu havanın gülü budur. Bizə göstərirdi. Artıq havada artıq hərəkət qoymurdu. 89-cu ildə Gənc Ozanların müsabiqəsində Süleyman Ələsgərov müəyyən biz yarışdaydık onda. Bəli. Bir neçə aşıqlar var, adını çəkmirəm. Orada artıq gülü vuran kimi deyirdi saxla. Bizim gözəl tarzanlarımız var, gözəl sənətkarlarımız var. Havanı olduğu kimi çalmaq lazımdır. Var olun, təşəkkür edirəm. Ustad Şəmistan sıradan aşıq deyildi. Elə bir aşıq idi ki, özü kimi ustadlarla üzbəüz qalırdı və onlardan böyük belə deyək ki, həm dərs almışdı özündən qabaqki böyük ustadların, həm də öz yaşıtları ustadlardan belə deyək ki, sənətini bölüşməkdə əvəzsiz bir işlər görürdü. Əmrah Gülməmmədov burada xatırlamaq lazımdır. Hüseyn Saraçlını xatırlamaq lazımdır. İncə dərəsinə, onun yaşadığı o bölgəyə gələndə isə Qaymaqlı Abdını, Cəlal Qəhrəmanovu, Kərəm İncəlini, bu sıradan olan çox böyük aşıqlara diqqət yetirirdi. Hətta məsələn, Şıxlı Məhəmməd, Şıxlıdan olsa da çox yaxın münasibətləri var idi. Bu mənada bir çox havaların ərsəyə gəlməsində, nizamlanmasında bu böyük ustadlardan yaxınlığı var idi. Ədalət Nəsibovla olduqca yaxın münasibətlər var idi. Yəni Qazaxda bu ocaq, Şəmistan oğlular ocağı unudulmaz tarixi xidmətlərə malikdir və bu gün də o yolu daşıyanlar, o yolun sənət yükünü daşıyanlar da o ocağa layiq ifaçılardır. Mən istəyirəm ki, bir imtahan sualı kimi Mansırı havası gəlsin ortaya. Çünki Mansırı havasını təqdim eləmək, mükəmməl şəkildə təqdim eləmək hər oğlun, hər sənətkarın, hər aşığın işi deyil. Amma Şəmistan kişinin ocağının işidir, onu gerçəkləşdirmək mümkün olacaq. İki böyük aşığın sözlərini təqdim eləyəcəksiniz, mən bildiyim qədər. Cəlal Qəhrəmanovun və Mikail Azaflının. Biriniz Cəlal Qəhrəmanovun yəqin ki, sən sözlərini Aşıq Hüseyn təqdim eləyəcəksən, Mikail Azaflının sözlərini də Kifayət bacımız təqdim eləyəcək. Bu Kifayət xanımın oxuduğu sözlər olduqca əhəmiyyətlidir. Çünki bu böyük bir ustada yönəlmiş, Borçalı Aşıq Sadığa yönəlmiş Mikail Azaflının sözləridir. Mikail Azaflı ağır zindan həyatına mənsub olur. Yaşayanda o ağır məşəqqəti. Sadıq kişinin qızı hakim olur. Ona müraciətlə ondan yardım istəyir ki, bu başına gələn müsibətlərdən onu qurtarsın, o da qurtarır. Ona bu məktub da o mənada unudulmaz bir məktubdur. Biraz niskil dolu bir məktubdur. Amma Mansırı havasının dovqatında o var. Meydan sizindir. Elə Aşıq Cəlalın da şeiri əskəri xidmətində Aşıq Cəlalı şərə salırlar. Götürür orada anasına bir namə yazır. Görək namədə nə yazıb, sizin də canınız sağ olsun.
aşık sadığa lələ ya lələ səni sənəd sudadır. Əvvəl sana salamım var alusuda ya bala ya ay balam. O belə doğrudur sözü sudadı ya dərdin alın şah sənəti görür. Əbədi yolu bu dünyada qalsın da ya. Balam ayağın alım, senin ayağın alım dayan ayağın alım. Şərə düşdüm yanam elə bu qürbət əldə. Daha yön şöyrü gələn döyləmə balaya balayı. Ağla ömrün boyla yanama deylə dildə. Gülüm qara keçir gülen döyləmə. Gedən ayağın alın, sənin ayağın alın, sonama ayağın alın. Bir arzumdur cida düşməyim səndən, soruşum əhvalını ötüb keçəndən. Söz vurğundan olsun zakazı məndən, al sazını bir kərəmi çal usta. Yada salmayla görərsən çətin, zəhmət çəkdin, axır etdi zəhmətin. Düşdüm məhkəməyə, oldum hökmətin, axır nə olacaq, bilən döylər. Belaya zaflıya dayan yaran ay derdin alımı dildendi. Eşitmişem hakim sizin elden diyor. Balaya ay balam. Kömək Allah'dan diye derdin alım sebep eldendi. Ya köməyim ya səbəbim olsun dayım. Balam ayağın alım, sənin ayağın alım, dayan ayağın alım. Özümdə bilmirəm yanam nə üçün belə. Fərəyim veribdi çəkilməz bəlaya. Bəlaya ayağın alım, sənin ayağın alım.
derdin alem aşık calala. O telli sazımı çalan böyle bay. Geden ayağın alım senin ayağın alım sonam ayağın alım. Çox təşəkkür edirəm. Deyim ki, Mansırı çox arxaik havadır. Çox Bəli. qədimlərdən gələn bir havadır. Mükəmməl də bir havadır. Melodik zənginliyi olduqca çoxdur. Və şikəstə üslubunda olan bir, segah məqamına söykənən bir havadır. Onun çatdırmağa da böyük ustalıq lazımdır. Çox Bəli. gərək elə ustatyana bir oxuma tərzində və çalğı tərzində ola ki, bu cür mükəmməl şəkildə çatdırarsınız. Şəmistan Oğullar Ocağına da bu yaraşırdı. Var olasınız ikiniz Sağ də. olun, Var canınız olun. sağ olsun. Gəlib çıxdıq bir sonuncu havamıza, Başdü Beytiyə. Amma Başdü Beytidən qabaq istəyirəm ki, yəni Həsən Şəmistan oğlunun adını bir neçə dəfə çəkdim. Hətta saz məsələsində də onun üzərinə gəldik. Amma Həsənin çox maraqlı ifaları var idi. O cümlədən onun baş sarıtelinin özünə məxsus tərəfləri var idi. Əgər biz indi havaya keçəcəyik, başqa bir havaya Həsənin sözləri oxunacaq. İstəyirəm onun baş sarıtelinin o üslubda bir dəqiqə bir şey göstərəsiniz. İncəlik nədir? Onu da bir dəqiqə ustad Həsən müəllimin nəfəsdə. barmağının vurduğu güllər həm çox şirindir, həm çox təkrarsızdır. Gülləri çox təkrarlamır. Bizə dəfə vurur bir gülü. Ona görə də adamı özünə çəkir. Eşq olsun. O zaman keçək Həsən İncəlinin bir gözəl şeirini, Kəmərli sizin kəndinizlə bağlı olan şeiri təqdim eləyin, amma Başdü Beytinin üstündə. Boşdur. İkiniz də buyurun, meydan sizindir. Kələ balam dört yanındı buca dağlar, dört yanındı buca dağlar, şırşır axan gür bulaqlar, gür bulaqlar. Səndədir bülbül bağlar, səndədir bülbül bağlar. Həm də yanam ay kəmər, həm də yanam ay kəmərli, ay kəmərli, ay kəmərli. Güzelliğini eller bilir, güzelliğini eller bilir, göz yaşını güneş siler. Ay aman aman, ay aman aman. Sana aziz konak gelir, sana aziz konak gelir,
Mənim sonum ay kəmərli, mənim sonum ay kəmərli, ay aman aman, qadayam, ay qadayam. Kölə balam Aya gəl Həsənlə söhbət eylə, həmkarınla ülfət eylə, ülfət eylə, ülfət eylə. Aya gedər giyəm, hörmət eylə, lay la lay. Gedər giyəm, hörmət eylə, bir qonağam ay kəməl, bir qonağam ay kəməli, can kəməli, qadan alma bağlamayın. Çox var olasınız. Qoy Şəmistan kişinin də ruhu şad olsun, Aşıq Həsənin də ruhu şad Çox sağ olun, olsun. Məhərrəm müəllim. Sizlərə də can sağlığı. Bu cür Sizə də. gözəl ustadlar elimizdə, obamızda sazımızı, sözümüzü yaşadırsınız. Çox sağ olun. Sizlə həmişə fəxr eləyirik. Bu yolda uğurla davam elətdirin, arxanızca yeni nəsillər gəlsin. Bəli. Hər ikinizə Çox, ürəkdən çox təşəkkür təşəkkür edirik. Çox sağ olun. Var Minnətdarıq olasınız. bizə Çox var olun. əziyyət Çox sağ çəkib ol. dəvət elədiyinizə görə Hər zaman bir yerdəyik. tamaşaçılarımıza da, sizə də can sağlığı arzulayıram. Var olun, Çox sağ təşəkkür olun, edirik. Var olun. Hörmətli tamaşaçılar, bugün Saz Söz Məclisində çox dəyərli ustadlarımız gəldi. Qazaq mahalından, Laçın elindən ustad aşıqlarımız gəldi. Yaşı mübarək məqamında gəldilər. 65-dən 75-ə kimi müxtəlif məqamlarda belə deyək, yubiley aşıqları gəldilər. Sinələri dolu, sinələrində çox dəyərli sözlər, barmaqlarında çox incə melodik çalarlar olan aşıqlarımız gəldi. Onlara gözəl günlər arzulayırıq. Sizlərə də can sağlığı. Var olun.